Hal-hazırda istərdim bir neçə gün əvvələ qayıdaq. İsrail-İran münasibətlərinin bu həddə çatdırılması, artıq hərbi əməliyyatların başlamasına əsas səbəb nə idi? Əvvəla dəvətə görə təşəkkür edirəm və çox vacib, çox mühüm məsələni siz müzakirə predmet etmişsiniz. O ki qaldı konkret sualınızla bağlı, əslində bax bugün baş verənlər, yəni İsrailin İrana qarşı hərbi əməliyyatlara başlanması gözlənilən idi, proqnozlaşdırılan idi. Düzdür, buna fərqli yanaşmalar da var. Məsələn, fərqli düşünənlər söyləyirlər ki, hələ 2006-2005-ci illərdə İsrailin indiki addım atacağı gözlənilir, amma baş vermədi. Və nəzərə alsaq ki, hələ 2006-cı aprel ayında Azərbaycan prezidenti Cənab İlham Əliyevin Birləşmiş Ştatlara ilk rəsmi səfər olmuşdu. O zaman George Bush oğul hakimiyyətdə idi. Ağ Evdə, sonra Ağ Evin həyətində briefing keçirdi Azərbaycan prezidenti. Ağ Evdə də prezidentə söylədi ki, heç bir halda üçüncü dövlət Azərbaycan ərazisindən istifadə etməli, İrana zərbə vurmasına imkan verməyəcəyik. Bizim prinsipial və qətiyyətli mövqeyimizdir. Və o zaman hətta deyirlər 6-cı gün, bazar günü, saatın, dəqiqəsini söyləyirlər, hətta saniyəsini söyləyirlər ki, İsrailin İrana qarşı müharibəsi başlayacaq Birləşmiş Ştatların təbii ki, birbaşa iştirakına. Amma üstünə 19 il keçdi, baş verməmişdi. Yenidən vəziyyət gərginləşəndə belə fikirlər səsləndi ki, bəlkə bu dəfə də elə bu ritorika olacaq, bu informasiya müharibəsi olacaq, amma isti müharibəyə keçməyəcək. Belə yanaşmalar var idi. Amma əksər yanaşmalar ondan ibarət idi ki, yox, bu dəfə fərqli situasiyadır. Bu dəfə ona görə fərqli situasiyadır ki, İsrail də Birləşmiş Ştatlar da hesab edir ki, bu onların mövqeyidir. İran əvvəlki İran deyil. Xüsusilə də İranın mövqeləri Suriyada tamamilə zəiflədikdən sonra, faktiki Suriyadan çıxarıldıqdan sonra, İran Livandan çıxarıldıqdan sonra və İranın Qəzzadakı mövqələrinə güclü zərbə dəydikdən sonra İranı artıq qarşı tərəflər zəif həlqə hesab edirdilər. Və üstə gəldə İsrailin dəyişməz mövqeyi budur. Mövqe odur ki, İran İslam Respublikası nüvə silahına malik ola bilməz. Malik olması İranın yer üzündən silinməsi anlamına gəlir kimi Təl-Əvivin mövqeyi var idi. Və indi iyun ayının 13-nə keçən gecə İsrail Müdafiə Qüvvələrinin İran İslam Respublikasına hava zərbələri endirməsi və hərbi əməliyyatların başlanmasını əsaslandırarkən qeyd etdilər ki, İran uranın zənginləşdirilməsinə icazə verilən həddi çoxdan aşıb. İcazə verilən hədd 3,67%-dir. Yəni, uranı bu qədər zənginləşdirəndə dinc məqsədlər üçün istifadə olunur. Lakin onun zənginləşdirilməsi 90%-ə gəlib çatanda, bu artıq nüvə silahı hazırlamaq üçün tamamilə hazır vəziyyətdir. Yəni, 90%-də artıq nüvə silahına malik ola bilərsən. Və bu halda artıq həm MAQATE, həm də İsrail bir həyəcan təbili çaldılar ki, İran lap yaxın zamanlarda, hətta həftələr söylədilər ki, həmin nüvə silahına malik ola bilər. Hansı obyektlərdə bu uranın zənginləşdirilməsi gedir? Birinci Natanzın adı çəkirdilər, Fordanın adı çəkirdilər, İsfahanın adı, Tehranın adı və bu kimi digər şəhərlərin adı çəkilirdi ki, xüsusilə Natanz və Forda ön sırada gedirdi. Və bu səbəbdən də, bax onların məntiqincə, bu İsrailin məntiqidir, Birləşmiş Ştatların məntiqidir ki, təksib edilməz faktlara maliklər ki, İranın nüvə silahına malik olması lap yaxın zamanı məsələsidir. Buna imkan vermək olmaz məntiqi ilə müharibə başlandı və ilk zərbələrdə dediyim kimi Natanzın nüvə obyektlərinədir, Fordanın, amma Fordanın fərqli cəhəti odur ki, bu Qum şəhərində yerləşən, bu dağlı ərazidədir və 10 metrlərlə aşağıda, dağın aşağısında çox yüksək səviyyədə qorunmaqla, deməli, beton təbəqələrini qorunmaqla yerin altında dağlıq ərazidə yerləşir və baxmayaraq ki, İsrail həmin ərazilərə zərbələr endirib, amma o, deməli, məntəqəni məhv etmək üçün, o, deməli, obyekti, hərbi obyekti, nüvə obyekti məhv etmək üçün yəqin ki, burada çox ağır, çox, deməli, dağıdıcı gücə malik, deməli, bombalara ehtiyac var, vakum bombalarına. Vakum bombalarının, o səviyyəli vakum bombalarının iddia olunur ki, İsrailin yoxudur, ancaq Birləşmiş Ştatlardan gələ bilər. Və Birləşmiş Ştatlardan da bilirsiniz ki, hava tankerləri ilə, necə tankerlər var dənizdə, hava tankerlərini, yəni onlar həm benzin daşıyırlar, həm də ki, belə bombaları, B-52 bombasını və eyni zamanda dediyimiz bu silahları daşıyırlar, bombaları daşıyırlar, vakum bombalarını Birləşmiş Ştatların Avropadakı deməli bazalarında yerləşdirilib. Bu məlumatlar daxil olub.